Uşaqlar, hər birinizi salamlayıram. Bugün biz sizinlə bura mühüm bir işlə əlaqədar yığışmışıq. Bu, sizin üçün, sizin gələcəyiniz üçün çox vacib bir işdir. Demək, şagirdlər və pedaqoji kollektiv arasında vərəm xəstəliyi ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir və bugünkü tədbir də bizim məktəbdə keçiriləcək. Hər bir şagird mükəmməl şəkildə təhsil almaq üçün mütləq şəkildə sağlam olmalıdır. Biz bunu bilirik. Bunun üçün bizim məktəbimizə Çingiz müəllim Ramazanlı və onun iş kollektivi təşrif buyurub və sizə lazımı olan məlumatları bildirəcəklər. Hər biriniz diqqətlə qulaq asırsınız və tədbirin sonunda kimin nə kimi sualı olarsa və nə kimi suallar sizi maraqlandırarsa, tədbirin sonunda öz suallarınızı təqdim edə bilərsiniz. Buyurun, Çingiz müəllim. Tədbirdən öncə hər yerdə olduğu kimi biz indi Azərbaycan Respublikasının himni çalınacaq. Zəhmət olmasa hamı ayağa qalxar. Bizim bugünkü layihəmiz vərəmlə bağlıdır. Təbii ki, sual verə bilərsiniz ki, nəyə görə məhz vərəm seçilibdir? Çünki infeksion xəstəliklər arasında həqiqətən geniş yayınma qabiliyyətinə malik olan, yəni daha qorxulu xəstəliklər olub ki, vaxtilə ki, yəqin tarixdən bilirsiniz. Yəqin ki, tibb tarixini öyrənəndə, ümumiyyətlə belə baxanda kinolardan, deyilənlərdən bilirsiniz ki, vaxtilə taun kimi xəstəliklər olub, vəba kimi xəstəliklər olub ki, bunlar böyük şəhərləri, kəndləri viran qoyublar. Hətta imkansızlıq ucundan, yəni o zaman müalicəsi olmadığına görə kənar kəndlərə yayılmasın üçün bütün kəndləri insanlarla bir yerdə yandırırdılar. Yəni infeksiya yayılmaması üçün. Bunun yeganə yolu bu idi. Yəni bu olub, orta əsrlərdə olub bu, hamı bilir tibb tarixində. Yəni ona görə soruşa bilərsiniz ki, nəyə görə biz məhz vərəmi seçmişik? Bəli, vərəm elə xəstəliklərə baxanda nisbətən yüngül xəstəlik sayılır, yəni tauna və ya xüsusi təhlükəli infeksiyalara baxanda. Ancaq sadəcə olaraq vərəm həqiqətən o qədər yayılmış və o qədər davamlı formaları gəlib çıxmışdır ki, indi bəşəriyyət üçün ən böyük qlobal problemlərdən birinə çevrilibdir. Yəni vərəmi çox vaxt səssiz ölüm deyirlər. Yəni heç xəbər olmadan gəlir, istənilən qapını da döyə bilər. İndi təqdimatçı sizə təlimi keçəndə görəcəksiniz ki, orada miflərlə bağlı söhbətlər gedəcək. Yəni deyirlər ki, güya ki, ancaq kasıblar vərəm xəstəliyindən xəstələnir.
Bu yəni həqiqətə uyğun olmayan bir şey. İndi mən o təfsilatlara getməyəcəm, onu təlimçi deyəcək. Ola bilər təlimçi danışanda onun sualı ilə maraqlandırsın. Yəni konkret olaraq əlinizi qaldırırsınız, sualınızı verirsiniz və yerində də cavab verin. Çalışın, aktiv olun. Biz indi təlimə başlayanda təlimçi soruşacaq, bəzi suallar verəcək sizə. Sual-cavabda aktiv olun. Bizə maraqlıdır ki, kimlər, yəni bu necə bilirik? Yəni pre-test, post-test kimi də, yəni ki, əvvəl nə bilirdik, təlimdən sonra nəyi biz öyrəndik. Yəni buna görə daima biz özümüz də çox şey öyrənirik. Yeni gələndə yəni öyrənmək bu problemli bir şey deyil, utanc verici bir şey deyil. Yəni bilməyib öyrənməmək təbii ki, bu utanc verir. Ona görə çox xahiş edirəm ki, hamı aktiv olalım və sual-cavabımızda və təlimin gedişatında gözəl iştirak edəyin. Hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Ümumi bir sualdan başlayaq. Vərəm xəstəliyi haqqında kimin nə məlumatı var? Toz ciyərlərə daxil olur, sonra da yəni xəstəliyə tutulur da, mən elə bilirəm. Sizin nə məlumatınız var? Mən bilirəm ki, bakteriya xəstəliyidir, bakteriya ilə yoluxur, həm də ki, hava damcıları ilə yoluxur, belə bilirəm. Bizim vərəm haqqında maarifləndirmə işlərimiz, yəni tək Bakı şəhərində yox, Azərbaycanın digər rayonlardan işlərimiz olur. Bu səfərki məkanımız şagirdlər arasında olacaq. Çünki sizlər bu yaşda bu məlumatı bilməyiniz sizin gələcəyiniz üçün, həm özünüz üçün, həm sizin ətrafınız üçün də xeyir olacaq. Yəni həm bilikli olacaqsınız, xəstəlikdən necə qorunmaq lazımdır, xəstəlikdən necə sağalırlar, ümumiyyətlə vərəm xəstəsi olan insana necə məsləhətlər vermək lazımdır, necə bir kömək eləyə biləcəksiniz, onların hamısını artıq bu gün öyrənəcəksiniz. Vərəm xəstəliyinin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi niyə geniş yayılıb? Çünki bu xəstəlik insanlara hava damcı yolu ilə yoluxur. Misal üçün, aktiv vərəm xəstəsi öz bakteriyalarını sağlam insanlara askırarkən, öskürəndə, danışanda, yəni bu yolla hava damcı yolu ilə yoluxdurur. Amma yoluxma hələ xəstələnmə demək deyil, bu haqda da biz danışacağıq. Viruslar, bakteriyalar, göbələklər, parazitlər tərəfindən törədilən xəstəliklərdir. Viruslar, məsələn, qripdir, koronadır, bunlar viruslu xəstəliklərdir. Bakterioloji xəstəliklər bizim bugünkü mövzumuz vərəm xəstəliyidir. Parazitlər, qurdlardır, göbələklər, dəri xəstəliklərdir. Bunların yoluxma yolları müxtəlif yollarlandır. Hava damcı yolu ilədir, qan yolu ilədir. Hava damcı yolunu dedik, öskürəndə, askıranda, yəni bu yollarla insanları yoluxdururlar. Qan vasitəsilə insanlar necə yoluxur xəstəlikləri? Misal üçün, bərbərxanalarda maşınka hansısa bir xəstə insanın dərisini zədələyibsə və o maşınka ilə digər bir sağlam insanın dərisi zədələnərsə artıq xəstəliyə yoluxa bilir. Daha sonra tatu yerlərində, salonlarda, yəni bu diş həkimlərində ola bilər. Yəni bu yolların artıq qan vasitəsilə xəstəlikləri yoluxa bilirlər. Vərəmin biraz tarixindən danışaq. Bu xəstəlik yeni bir xəstəlik deyil. Xəstəlik 100 min illərcə olub və bizim təəssüf ki, indiki vaxtımıza qədər gəlib çıxıb. Xəstəliyin aşkar olunması, yəni bu xəstəliyi hansı həkim neçənci ildə aşkar edib? Alman həkimi, Alman alimi Robert Koch 1882-ci ildə uzun illər çalışıb artıq mikroskop altında və xəstəliyin bakteriyasını aşkar edib. Vərəm çöpləri, bəzənsə Koch basilası deyilir. Təsəvvür edin, 1882-ci ilə qədər xəstəliyə bir ad tapa bilmirdilər. İnsanlar həyatını itirirdi, bəzən açıq yara, ağ ölüm, xəstəliyə bir ad deyə bilmirdilər. Sadəcə insan görürdülər, arıqlayır, zəifləyir və bir müddətdən sonra həyatını itirir. 1882-ci ildə aşkarlanan vərəm xəstəliyinin artıq 1921-ci ildə bu xəstəliyə qarşı vaksin çıxarılır. Simptomlar nə deməkdir? Yəni xəstəliyin əlamətləri. Xəstə insanda hansı əlamətlər olur? Bayaq bir neçə şagird cavab verdi, qızdırma deyən oldu, öskürək deyən oldu. Xəstəliyin əlamətləri baxın burada. Şəkillərdə də var, yazılarda da qeyd olunub. 2 həftədən çox sürən quru öskürəkdir. Yəni bir insan davamlı olaraq 2 həftə öskürürsə və öskürək dayanmırsa, artıq əlamətlərdən biridir. Gecə tərləmələri. Mütləq ən çox əlamətlərdən biri o sayılır. Gecə tərləmələri, iştahsızlıq, davamlı arıqlama, bəlğəmdə qan müşahidə oluna bilər, sinədə ağrılar olur. Bu artıq əlamətlər varsa kimsə də mütləq şəkildə yoxlanmalıdır. Bir də onu yadınıza saxlayın, bu simptomlar ancaq vərəmə aid deyil. Yəni başqa xəstəliklər də biruzə verə bilər. Sadəcə bu simptomlarda olan insan, kimdə bu simptomlar varsa mütləq şəkildə həmən insana deyin ki, yoxlansın, getsin müayinəyə. Bayaq Çingiz müəllim də dedi, bəzən deyirlər ki, vərəm xəstəliyi yalnız kasıblarda olur.
Təbii ki, bu düzgün bir düşüncə deyil. Bir misal çəkəcəm sizə. Murtuza Muxtarov haqqında bəlkə eşitmisiniz. Azərbaycanlı milyonçu olub. Xəstəliyin müalicəsi olmadığı müddətdə Murtuza Muxtarovun gənc oğlu Fransada təhsil alır. Və təhsil aldığı müddətdə xəstəliyə yoluxur və milyonçunun oğlu xəstəlikdən həyatını itirir. Təsəvvür edin. Amma orada yazılıb ki, bəzən deyirlər ki, kasıblar xəstəlikdən xəstələnir və həyatını itirir. Xeyr, bu düzgün düşüncə deyil. Onu deməyim, məsələn, əsas problemlərdən biri çoxsu. Məsələn, kasıb insanlar daha çox, məsələn, usta olur, məsələn, kraska ilə daha çox təmin işlərində məşğul olurlar deyə. Ona görə, məsələn, kraska ilə təmin işində olan o materiallardan daha çox ağciyər xəstəliyi. Məsələn, yaxınımız da var idi, o ağciyər rakından, məsələn, rəhmətə getdi, yəni vərəmlə. Yəni, ona görə bu ustalarda daha çox o yalıxma görünür. Ona görə deyirlər ki, kasıblarda bu xəstəyə daha çox üzə çıxır. Varı təbəqə ola bilər ki, immun sistemi ümumiyyətlə onda zəif olsun. O xəstəliyə çöldə də yoluxa bilər, ictimai yerdə, metroda da, avtobusda da xəstə insanın xəstəliyə yoluxa bilər. Yəni bu xəstəlikdən heç kəs sığortalanmır. Hər kəs yoluxa da bilər, xəstələnə də bilər. Bir də stigma haqqında biraz danışaq. Stigma nə deməkdir? Yəni bizim ölkədə stigma faizi çox yüksəkdir. Yəni əsası davalanma. Misal üçün, xəstəlik haqqında məlumatı olmayan insanlar xəstəliyi elə bir formada tanıdırlar ki, ətrafa. Hətta müalicə alan şəxs belə öz müalicəsini yarımçıq saxlayıb müalicəsini dayandıracaq. Çünki məlumatsız insanlar deyir ki, sən bu xəstəlik səndə varsa ömürlük səndə olacaq. Bu xəstəlik sağlayan xəstəlik deyil. Bu tip düşüncələr, bu tip anlayışlar artıq insanları yolundan azdırır. Müalicə alan insanı da belə fikrindən yayındırır, müalicəni almır. Xəstəliyin diaqnozundan danışaq. Diaqnoz nə deməkdir? Diaqnoz deyəndə nə başa düşürsünüz? Yəni, xəstəliyin adı, xəstəliyi necə aşkarlayırlar, hansı yoxlanışla yoxlayırlar. Sizcə, ən düzgün vərəmli xəstəni necə yoxlaya bilərlər? Yuxarıda baxın, qırmızı hərflərlə yazılıb bəlğəm analizi. Mütləq şəkildə ən birinci növbədə bəlğəm. Çünki vərəmli xəstədə ilkin həftələrdə, ilk aylarda ağciyərlərində rentgen eləsə də belə, ağciyərlərində vərəmi tapmamaq da olur. Yəni, vərəmi ağciyərdə görsənməyə bilər ilk aylarda, ilk həftələrdə. Amma bəlğəm analizi artıq onu aşkarlayır. Yəni, mütləq şəkildə ola bilər gələcəkdə hansısa bir kollektivdə orada bir vərəmli xəstə olarsa, artıq elə bir hal olanda vərəmli xəstəni müayinəyə aparırlar. Onunla birgə həmən şəxslə işləyənləri də yoxlanışdan aparırlar. Yoxlanışa rentgendən çox bəlğəm müayinəsindən lazımdır. Bu məlumatlar təkcə bugün sizin burada eşitməyiniz üçün deyil. Eyni zamanda cəmiyyətdə olursunuz da, hər birimizin bir ailədən gəlirsiniz, hər birimiz gələcəkdə təhsilinizi davam elətdirmək üçün başqa təhsil müəssisələrinə gedəcəksiniz və eyni zamanda da ictimai həyatda da, təkcə məktəbdə yox, ictimai həyatda da yaşayırsınız, avtobusa minirsiniz, kinolara gedirsiniz, nə bilim, şəxsi həyatınızla məşğul olursunuz. Ona görə burada nəzərdə saxlayın, simptomlar bayaq getdi. Həmin simptomlar, dedi təlimçi, yəni o simptomlar olanda nəzərdə saxlama, burada eşitdikləriniz heç olmasa ən adi, primitiv üsulla yadınıza saxlayın ki, məsləhət verə biləsiniz. Bunların hamısını bilmək üçün siz gərək özünüzdə də məlumatlı olasınız. Yəni, belə bir deyim var da, məlumatlıyam, deməli silahlıyam, güclüyəm. Yəni, məsləhət verə biləsiniz ki, bəlkə gedib bir yoxlanasan, bu öskürək səndə çoxdandır və yaxud da bu tərləmə səndə belə çox olur. Və yaxud eyni zamanda sən bir də zəif deyildin, birdən-birə niyə belə zəifləmirsən? Yəni, bunu ərk elədiyiniz, söhbətinizin əsasında olan insanlarla danışırsınız və bunları yönləndirirsiniz bir növ həkimə. İndiki icbari tibbi sığorta sistemi tam əhatə edir bütün respublikanı və ona görə də siz konkret olaraq yönləndirəndə ola bilər deyə bilməzsiniz ki, hansı vərəm həkiminə gedin. Siz deyirsiniz, poliklinikaya müraciət edin. Yəni, ilkin səhiyyə müəssisəsinə müraciət edin. Orada artıq ilkin ailə həkimi özü yönləndirəcək sizi. Əgər simptomlarla bağlı müayinələr aparılacaq, əgər vərəmə şübhə varsa, o sizi həkim ftiziatra göndərəcək, yəni vərəm həkiminə. Ona görə bu, yəni ki, çaşqınlıq yaratmasın ki, indi hara gedə bilərsiniz? Əvvəllər hərə öz qeydiyyatda olduğu poliklinikaya gedə bilərdi. Lakin icbari sığorta haqqında qaydalarda bir balaca təkmilləşdirmə aparıldı və hal-hazırda Azərbaycanın istənilən nöqtəsində şəxsiyyət vəsiqənizlə siz istənilən müalicə müəssisəsinə yaxınlaşıb ilkin müayinə oluna bilərsiniz. Ola bilər Lənkəranda yaşayırsınız, gəlmişsiniz Bakıya, həmin anda hiss edirsiniz ki, həkimə getmək istəyirsiniz.
problem yoxdur. Bakının istənilən poliklinikasına yaxınlaşa bilərsiniz. Eyni zamanda da əksinə. Yəni ona görə də bu ən asan seçilmiş bir yol olubdur. Biz yeri gələndə İcbari Sığorta Agentliyinin rəhbərliyi ilə də görüşəndə, təbibin rəhbərliyi ilə də görüşəndə, biz bunların hamısı haqqında söhbət açanda təbii ki, təkliflər istəyirlər bizdən ki, hansı təkliflərimiz var? Qeyri-hökumət təşkilatlarına deyirlər. Biz də ona görə sizlə söhbət edəndə ola bilər, şagird olmamıza, müəllim olmamıza, yəni tibbdən biraz kənar olmamıza baxmayaraq, siz elə bir təklif verə bilərsiniz ki, o bizə də maraqlı gələr. Biz onu qeyd edərik və səsləndirərik onu rəhbər şəxslərlə ki, yəni onlar bizə deyir, nə təklifiniz var, təkmilləşək. Deyin, təkmilləşdirək. Yəni, bax ona görə. Təbii ki, birinci növbədə tibb məsələlərində olan uzun-uzadı növbələrin arası dayanmalıdır və bunun üçün də məlumatda olan insanlar bilməlidir. Yəni, icbari sığorta var, hamı hücum çəkir ki, ya pulsuz gedim yoxlanım. Ancaq başa düşmür ki, həqiqi ehtiyacı olanın növbəsini, yəni qarşısını kəsir bir belə növbələr. Ona görə cəmiyyət müntəzəm olaraq məlumatlanmalıdır. Görürsünüzmü? Birinci burada göstərir bəlğəmin analizi. Yəni, diaqnozu qoymaq üçün birinci bəlğəmin analizi qırmızı ilə göstərilibdir. Görürsünüz? Nəyə görə? Sonra gəlir rentgen. Çox adam bunu üstün qoyur. Soruşuruq ki, məsəl üçün ki, vərəm necə yoxlanıla bilər, necə müayinə oluna bilər? Orada deyir ki, rentgen olundum, biləcəm. Yox, bu səhv fikirdir. Bu əvvəllər bəlkə düz ola bilərdi. Yəni, yanaşma düzgün deyildi deyə əvvəllər düzgün ola bilərdi. Rentgen, bəli, güclü, qiymətli müayinə metodudur. Şüa daxil olur bədənə və gördüyünü göstərir. Ancaq balaca bir məqam var da, yəni vərəmlə xəstələnmə, yoluxma başlayıbsa və yoluxma xəstələnmə mərhələsinə keçibsə, bu artıq hardasa rentgen onu görə biləcək 7-8 aydan sonra. Niyə? Çünki rentgen daxil olur, şüalar daxil olur ağciyərə və ağciyər toxumasına baxırlar. Toxumada heç nə yoxdursa, o göstərir ki, yəni ki, praktik sağlam. Lakin orada vərəm prosesi gedir. O vərəm prosesi yalnız o zaman özünü rentgenə göstərəcək ki, ağciyər toxuması dağılmağa başlayır. Ağciyər toxuması da 6 ay, 7 aydan sonra dağılmağa başlayır. Deməli, 6 ay bundan qabaq bilmək olardı ki, bu vərəmdir, qoymaq olmazdı bu dağılsın. Ona görə bəlğəmin analizi qızıl standartdır. Yəni, birinci növbədə bu verilir. Əgər orada müsbət çöplər varsa, basillalar, deməli o artıq vərəmdir və o 6 ay gözləmək lazımdır ki, yəni bu sağlam ağla sığmayan bir şeydir. Mən 6 ay qoy vərəm mənim ciyərimi dağıtsın ki, rentgen onu görsün, mən gedim həkimə. Yəni bu yanaşma kökündən səhvdir. Ona görə bəlğəmin analizi bu dəqiqə bakterioskopiya birinci növbədə gedir, qızıl standartdır. Yəni kimsə desə ki, mən getdim, rentgen oldu, məndə vərəm yoxdur, bu yalan söhbətdir. Belə söhbət yoxdur. Yəni bunu bilin bir dəfəlik konkret olaraq. Və eyni zamanda PCR indi o qədər də lazımdır, polipeptid zəncir və eyni zamanda bu mantu testi. Mantu testi bəyə xanım dedi hardasa. Yəni dərinin içinə qoyulur. Sahilin ön səthindən dərinin içinə qoyulur. Nəyə görə? Altına yox dərinin içinə. Yəni nəyə görə? O vərəmin olduğunu göstərmir. O sadəcə insan orqanizmində və ya təlimçi dedi, immun sistemin vəziyyətini göstərir ki, yəni ki, həssaslıq nə dərəcədədir vərəm çökmə. Çünki mantu özü, yəni indi diaskin deyirlər, əvvəl mantuydu adı. Yəni bunun özü ya zəiflədilmiş, ya tam öldürülmüş vərəm çöpləridir. Həmin vərəm çöpləri süni şəkildə insanın dərisinə daxil olunur və yoxlanılır. Bunda həssaslıq nə qədərdir? Məsəl üçün, tutaq ki, mən vərəm xəstəxanasında işləyirəm və yaxud məsələn, həkimdir xanım və digəri müəllimədir. Əgər mən vərəm xəstəxanasında işləyirəmsə və eyni zamanda mənə və digər müəlliməyə bir yerdə mantu testi qoysa, təbii ki, məndə ehtimal çox böyükdür ki, qızartı məndə çox olacaq. Ancaq o demək deyil ki, mən vərəm xəstəsiyəm. O deməkdir ki, mən riskdəyəm və birinci növbədə xəstələnsəm, mən xəstələnəcəm. Çünki o mühitdəyəm mən. Mənim anam hər dəfə məni xəstə olanda, hər dəfə yoxsa banka eləyirdi, yoxsa da sistem eləyirdi. Heç vaxt antibiotik, yoxsa silikasiya verməlidir. Amma belə. Bəs vərəmin müalicəsi var yoxsa? Onu da bilmirəm. Zəifletmə olar vərəmin. Tam da olmasa, qismən zəifletmə olar vərəmin. Başqa? Sual olar mı? Vərəm xəstəsi olan bir şəxs rentgen müayinəsindən keçdiyi zaman şüa onun bədəninə zərər verir, rentgen şüası onun bədəninə zərər verə bilər. Rentgen davamlı olaraq olmaz. Yəni rentgendən keçən adam 10 gündən, 20 gündən sonra keçə bilməz. Rentgen oldusa ən azı 3 ay, 4 aydan sonra yenidən yoxlanılır. Məsələn, bir çox xəstəliklər, məsələn, uşaq yeni anadan olanda, məsələn, ona peyvənd bir də danışım. Məsələn, uşaq təzə anadan olanda ona peyvənd vurulur ki, məsələn, bir çox xəstəliklərə görə immun sistemi formalaşsın. Bəs məsələn, alimlər niyə vərəm üçün hər hansı bir peyvənd çıxartmır ki, məsələn, insanın immuniteti üçün daha yararlı olsun? Baxın şagirdlər, peyvənd haqqında sual verildi. Vərəmə qarşı peyvənd
bayaq danışdım, 1921-ci ildə çıxarılıb. Anadan gələn uşağa isə peyvənd vurulanda, bu peyvənd o demək deyil, bu insan ömürlük qorunacaq vərəmdən. Anadan gələn uşağı vurulur, 10 il, 15 ildən sonra peyvəndin artıq dozası düşür. Çox fazla peyvəndi vurmurlar. Dərmanlara davamlı deyəndə nə başa düşürsünüz? Dəf dərman verildikdə də. Məsəl üçün, mən qrip olmuşam, mənə başqa dərman verirsə, mənim xəstəliyim daha da pisləşə bilər. Dərmanlara davamlı o deməkdir ki, yəni dərmanla müalicə oluna bilməyən xəstəlikdir vərəm. Yəni dərman içərək bunu müalicə edə bilməzsən. Başqa? Dərmanlar davamlı. Müalicə düzgün aparılmadıqda istifadə olunur və çətin və necə deyim, zor müalicələrdə istifadə olunur bu vərəm dərmanları. Yəni çətin olanda məsələn keçməyəcəksə dərmanlarla istifadə edirlər. Başqa cavab vermək istəyirəm. də var 2 ilə yaxın, 1 il neçə aylıq müalicə. O artıq ağır formalı vərəmdir. Ona dərmanlara davamlı və çoxsaylı dərmanlara davamlı forma deyirlər. MDR və XDR forma. Misal üçün 6 aylıq müalicəyə başlayan xəstə müalicəsini yarımçıq saxlayır, gedir bir müddətdən sonra təzədən ağır formada xəstəxanaya qayıdır. Artıq o başladığı 6 aylıq müalicə ilə müalicə ala bilmir. Dərmanları nə qədər atsa da dərmanlar ona xeyir etmir. Artıq keçir 2-ci sıra formasına. Yəni 1-ci sıranın dərmanları ona davamlılıq gətirir. Onun mikrobuna davamlılıq gətirir. Mikrobunu öldürə bilmir. Artıq növbəti sıra, yəni daha ağır, daha uzun müalicəyə başlayır. Yəni dərmanları davamlı demək budur. 6 ay müalicəni 2 ay içim, 1 ay içim, əlamətlər keçirmə, sağlamam olmaz. Daha tez bilsək başqa? Ondan sonra peyvənd vurdursa, peyvənd vurdurmaq. Başqa cavab vermək istəyir. Sizlər də cavab verə bilərsiniz, ancaq şagirdlərə ümumi sual vermirəm. Xəstəlikdən necə qoruna bilərik? Sağlam qidalana bilərik, sağlam meyvə yeyə bilərik, meyvələrlə immunitetimizi sağlam tutarıq. Müəyyən gigiyenik qaydalara əməl edərək, immun sistemimizi nəzarətdə saxlayaraq, qidalardan düzgün bir şəkildə istifadə edib, qidalanaraq və öncəliklə də məncə gigiyenik qaydalara əməl etmək, çünki hal-hazırda indiki yaşadığımız dövrlərdə xəstəliklər çox yayılıb və immunitet sistemi aşağı düşdükcə xəstəliklərə biz daha tez bir şəkildə yoluxuruq. Ona görə mənə görə birinci olaraq gigiyenik qaydalara əməl etmək. Sən cavab ver. Necə qoruna bilərsiniz xəstəliklərdən? Gigiyena qaydalarına riayət etmək, sağlamlığa riayət etmək. Məsələn, hər səhər idmanla məşğul olmaq, sağlam qidalanmaqla. Sən necə qoruna bilərsən? Xəstəliklərdən, maskadan və spirtdən və digər vasilələrdən. Maskadan, etil spirtdən və digər tibbi maddə. Gəlirəm. Cavab vermək istəyən var burada? Buyur. Cavab vermək istəyən. Yox, istəmirəm. Sual nə idi? Xəstəlikdən necə qoruna bilərik? Sağlam qida. Sağlam qidalanma. Uşaqlar, biraz sakit. Gəlirəm, bir dəqiqə cavab basın. Yəni günümüzdə problem odur ki, yəni ictimai nəqliyyatda yəni insanlar çox olur. Yəni bu da yəni gigiyena qaydalarına biraz əksdir. Çünki məsələn insanlar ictimai nəqliyyatda çox sıx olur. Məsələn çantamızda dezinfeksiya vasitələri, yəni götürmək, daha sonra metrodan və yaxud da avtobusdan düşəndə əlimizi dezinfeksiya etmək daha rahatdır. Məsələn düzgün qidalanmaq, bir də vaxtı-vaxtında, yəni çox vaxtımız yoxsa ildə bir dəfə ən azı, yəni həkimdən yoxlanışdan keçmək də yaxşıdır ki, yəni orqanizmimizdə olan zəiflikləri, müsbət cəhətləri bilmək də vacibdir. Bir də məsələn bədənimizə çatışmayan vitaminləri də bilmək daha vacibdir. Düzgün qidalanma olmalıdır. Həkim nəzarəti altında olmalıdır. Spirtli içkilərdən, siqaretlərdən uzaq durmaq lazımdır. Bir də təmiz hava şəraitində olmalıdır. Düzgün qidalanma, güclü immunitet lazım. Qalxamıram.
Düzgün qidalanma, güclü immunitet lazımdır. Evdə məsələn vərəmli bir xəstə varsa, onun paltarlarını tez-tez yumaq lazımdır və yaxud onu paltarlarını gündə saxlamaq lazımdır. Daha çox güclü immunitet lazımdır. Vərəmli xəstələrdən, insanlardan qaçınmaq lazımdır, onlara toxunmamaq lazımdır. Spirtli içkilər içməmək lazımdır daha çox. Vərəmli xəstədən niyə qaçmaq lazımdır? Çünki yorğucu bir xəstəlik olduğu üçün. Ümumi bir sual verim. Haqqında bir vərəm xəstəsi var, müalicə alınır. Bəli. Bu Ondan qaçacaq, yoxsa ona məsləhət verəcək? ona həm məsləhət vermək lazımdır, həm də özümüz də qaçınmalıyıq ki, ona məsləhət vermək lazımdır. Başqa cavab vermək istəyən var idi? Tədbir görmək. Bəli, immun sistemi güclü saxlamaq. İmmun sistemi necə güclü saxlaya bilərik? Yaxşı qidalanmaq, gün ərzində lazım olan qədər karbohidrat, protein bunları qəbul etmək lazımdır. Gecə yuxusuna mütləq şəkildə riayət etmək lazımdır. Daha sonra pis vərdişlərdən uzaq durmaq lazımdır. Baxın, orada risk qruplarına aid olan insanlar var. Onlar kimlərdir? Pis vərdişi olanlar, narkotik istifadə edənlər, davamlı siqaret çəkən, alkoqol istifadə edənlər, vərəmli sahədə, vərəm müəssisəsində çalışan insanlar, tibb işçiləri, həbsxana həyatı yaşayanlar, bunlar artıq bu insanlar digər sağlam insanlara baxanda daha zəifdirlər, daha tez yoluxub xəstələnirlər. Ona görə daima immun sistemimizi güclü saxlamalıyıq, gigiyena qaydaları, misal üçün metroda, avtobusda insanlar çoxluq təşkil etdiyi yerdə maskadan istifadə etmək lazımdır. O spirt deyirlər bir çox. Spirt təbii ki, yaxşıdır, amma spirt vərəm çöplərini öldürmür. Vərəm çöpləri öldürülür dərmanlardan əlavə bir günəş şüası, bir də xlor. O da bir neçə saat ərzində. Bilikli olmaq sənə nə verir xəstəlik haqqında? Bilikli olmaq. Xəstəlikdə biliyin var. Bunun sənə müsbət cəhəti nədir? Müsbət necə deyim? Məsələn, bu hal-hazırda apardığımız tədbirdə mən özüm həqiqətən də çox yaxşı bir şəkildə maarifləndim. Ətrafında olan insanlardan, vərəm xəstəliyini tutan insanları öncədən xəbərdarlıq edib, onlara müəyyən bir diaqnoz qoymaq olar. Bu barədə məncə çox yaxşı bir tədbirdir. Maariflənmənin önəmi, bilikli olmanın önəmi nədədir xəstəliklə bağlı? Başqa cavab vermək istəyən var? Bax, buyur. Bilikli olmaq, xəstəlik haqqında bilikli olmaq sizə nə kimi müsbət təsiri var? Danışın da. Bilikli olmaq hər bir insan üçün çox vacibdir. Vərəm xəstəliyi bugünkü dövrlərdə çox yayılmışdır. Təbii ki də gigiyena qaydalarına əməl etmək lazımdır. Hal-hazırda stomatologiyalarda hətta gigiyena qaydalarına hər bir insan üçün hər bir spirtli şeylərdən başa sala bilmək, hər bir insan gigiyena qaydasına əməl etmək deyəndə gündəlik həyatımızda olan qaydalar, məsələn, sağlam qidalardır, spirtdən istifadə etmək. Nə haqqında bilikli olmaq? Bilikli olmaq, maariflənmənin önəmi nədədir? Əzmkar olmaq da, həyata. Xəstəlik haqqında qulaq asıb razı olmaq. Bunun sizə nə kimi müsbət təsiri var? Xəstəliyin Xəstəlik haqqında öyrənmisiniz. Bunun sizə nə kimi müsbət təsiri? özümüzü daha yaxşı qorumaq, bildik deyə bunun haqqında özümüzü daha yaxşı qorumaq. Biz buradan, yəni xəstəliklərdən nətər qorunmalıyıq, onu öyrənirik. Məsələn, ağız yolu ilə, nəfəs yolu ilə keçdiyini öyrəndik. İmmunitet sistemini biraz daha sağlamlaşdırmağı öyrəndik. Və öz bildiklərimizi də ətrafa çatdırırıq. Baxın uşaqlar, bugünkü xəstəliyin vaxtında müayinəyə gedib müalicəyə başlasaq, yarımçıq saxlamasaq, xəstəlik tam sağlam bir xəstəlikdir. Siz gənclərə də tövsiyəmiz, bu yaşlarda artıq siz də başlayırsınız ali məktəblərə hazırlaşmağa, çalışın gigiyenanıza diqqət edin, gecə yuxusuna mütləq şəkildə riayət edin, gecə yuxusu immun sisteminə müsbət təsir edir. Daha sonra yaxşı qidalanın, soyuqdan müdafiə olunun, yəni soyuğa çox meyilli olmayın, qış aylarında özünüzü qoruyun, nəmişli yerlərdən qaçın, pis vərdişlərdən uzaq olun. Çünki bu artıq insanların immun sistemini aşağı salan amillərdən biridir. Ona görə də sizlər də
çalışın, daima güclü olun, bildiyiniz məlumatları öz yoldaşlarınıza, öz ətrafınıza öyrədin, onları məlumatlandırın, əlinizdəki broşuralarda göndərə bilərsiniz. Əlbəttə ki. Burada zalda da bir neçə uşaqlar, xahiş edirəm, sakit biz də bitirək. Vərəm haqqında baxın miflər. Bir çoxunuz dediniz, sağalan xəstəliyi deyil, müxtəlif əlamətlər də dediniz. Hətta xəstəlik haqqında o qədər mənfi fikirlər var ki, bayaq da dedim ki, müalicə alan şəxsi belə fikrindən yayındırır, müalicəsi yarımçıq saxlayır. Ona görə lazım deyil. Xəstəlik haqqında artıq biliyimiz var, sizin biliyiniz var. Xəstəlik tam sağalan bir xəstəlikdir. Vaxtında müalicəyə başlasaq və yarımçıq saxlamasaq. Hətta bizdə bir rayonların birində bir tədbirimiz olmuşdu. Orada demişdilər ki, vərəm xəstələri, vərəmdən xəstələnən insan ümumiyyətlə 30 yaşına qədər evlənə bilməz. Təbii ki, bir sual verdik ki, niyə? Bu harada yazılıb, hardan bilirsiniz? Cavab verə bilmədi. Deyirlər, belə deyirlər. Bunlar yanlış fikirlərdir. Vərəm xəstəsidir, onun paltarını yaxın qoymayın, onun paltarını uzaqlaşdırın. Yəni, paltardan falan bu xəstəliklə paltardan keçən bir xəstəlik deyil. Bunlar yalnız hava damcı yolu ilə keçir. Bəli? Hava damcıdır, bəli. Bəli, hava damcı yolu ilə. Yəni, bəli, qida ilə keçən xəstəliklər var. Qabları, stəkanı ayırmaq lazımdır. Amma vərəm o sıraya aid deyil. Vərəmin 99% keçmə yolu hava damcı yolu ilədir. Nəticəni də və sonda görür. Vərəmli xəstə də görür. Vərəmli xəstə tanıyan insan da görür. Bu insan müalicəyə başlayanda da, müalicə alanda da necə sağalacaq, necə əvvəlki vəziyyətinə qayıdacaq. Ona görə ki, müalicəni nə barədə yarımçıq saxlamaq olmaz. 6 aylıq müalicədirsə 6 ay qədər dərmanlar içilməlidir və yaxud dərmanları davamlı formadırsa, 2 ilə yaxın müalicə varsa, yarımçıq buraxmaq olmaz. Çünki onu yarımçıq buraxsaq, təbii ki, çox pis nəticələri gətirib çıxardır. Əlavə sualı olan, əlavə təklifi olan var. Keçmişdə vərəm xəstəliyini bəs necə müalicə edirdilər? Yaxşı, indi məsələn dərman sahəsi inkişaf edib də, bəs keçmişdə? Keçmişdə vərəm xəstəliyinin müalicəsi ümumiyyətlə yox idi. Çünki mən slaydın əvvəlində də dedim, xəstəliyin müalicəsi 1940-cı, 1950-ci illərdən başlayıb. Yəni keçmişdə, sual verən xanım, keçmişdə xəstəliyə yoluxan insan həyatını itirirdi. Xəstəlik müalicəsi yox idi. Müalicə başlayıb 40-cı, 50-ci illərdən sonra. Cavablandıra bildim? Başqa sual olan? Sualı olan var, pul verib sual olan var. Kimdir sual? Mən belə şeylər, xəstəliklər haqqında məlumatları çox sevirəm. Vərəm xəstəliyi neçə yaş aralığında ola bilər? Yəni hər yaş aralığında ola bilər, yoxsa müəyyən bir yaş aralığından sonra başlaya bilər? Vərəm yaşa baxmır. Təbii ki, vaksin vurulan insanda uşaqlıqda vurulubsa 10 il, 15 il onu müdafiə edə bilər. Amma daha sonra vərəm yaşa baxmır. Yaşlı da yoluxa bilər, xəstələnə bilər, orta yaşda, aşağı yaşda. Amma yaşa baxmır. Başqa sualı olan var? İkinci var, bu zəfər olacaq. Yazmışdı bayaq mənə. Vərəm əsasən bədənin hansı orqanlarını zədələyir? Akciğer. Ən geniş yayılmış forması ağciyər vərəmidir. Başqa sual? Sən sual vermək istəyirsən, buyur. Yox. Sualı olan var başqa? Onlar hər şey bilir. Burada da aktivdir, demək ki, sualı olan. Sizin nəsə başqa? Mən onlara demişim, bu olsun. Yaxşı suallar verdilər, yaxşı cavablar aldıq. Yəni, indi biz də biraz dərinləşdirmək istədik bunu sadəcə. Yəni, sondur, artıq təlimin sonudur, biz bunu bilmək istəyirdik. Məsəl üçün, fikir verin şəkilə. Orada görürsünmü ekranda? Yəni, burada adi hər bir şəkilin öz yeri var, elə belə qoyulmayıbdır. Yəni, bu nəyi göstərir? Bax, fikir verin. Yox, elə asan da olsa ora qoymazlar.
Yəni əgər fikir verirsinizsə, deməli, dağa çıxan insandır və arxa fonda görürsünüzmü, qələbənin timsalı göstərilir. Konkret olaraq vərəm nə idi? İndi yenə deyim, kim bilirdisə bu əla, kim bilirdisə biraz təkrar elədi, kim bilmirdisə öyrəndi. Yəni bunun üstə qurulur həmişə model. Yəni vərəm nə idi öyrəndi, vərəm hansı əlamətlərlə özünü göstərir, vərəmin profilaktikasında, yəni qorunmasında vərəmdən nə kimi rollar, nə kimi etaplar var. Eyni zamanda müayinə metodları hansılar oldu. Biz bu slaydları çalışmışıq sizin yaşınıza uyğun verək. Yəni konkret olaraq bütün tibbi bir-iki dənə yer vacibdir də, o çıxmaq şərtindən tibbi terminləri çıxartdıq oradan. Ondan sonra yəni biz tibb tələbələrindən keçəndə bunu təbii ki biz onu biraz başqa cür keçirik. Ancaq indi orta məktəb şagirdlərindən keçəndə, gənclərlə biz keçmişik gənclər mərkəzlərində, regionlarda, rayonlarda ailə, uşaq, qadın mərkəzlərində keçilir. Yəni bu vacib auditoriyaların keçəndə biz slaydları uyğunlaşdırırıq həmin yaş dövrünə. Davamlı forma deyəndə adətən biz bunu başqa məktəblərdə keçəndə müxtəlif cavablar alırıq. Cavablardan çoxu belə olur ki, xəstəliyə qarşı dərmana davamlı vərəm deyəndə xəstəliyin tez sağalmasıdır. Yox. Tibbdə bəzi terminlər tam əksindən başa düşülür. Davamlı deyəndə xəstəliyin tez sağalması yox, xəstəliyin sağalmaması və ya gec sağalmasıdır. Nəyə görə? Ona görə vərəm bu günə qədər gəlir çıxır. Yəni vərəm elə də çox qorxulu, ciddi bir xəstəlik deyil və o tam sağalandır. Sadəcə sağalmağa düzgün yanaşma lazımdır. Vərəm dərmanlarına davamlı forma deyəndə, yəni vərəm dərmanları müntəzəm içilmir, ara verilir. Və çünki bilirik ki, 2 həftə dərman dalbadal içiləndə bütün simptomlar itir və insan elə gəlir ki, o tam sağalıbdır. Vərəm dərmanları həddən artıq çoxdur, ovucla içilir. Ona görə deyir ki, mən sağlamasa bunu niyə içim, saxlayır. Və böyük səhv də oradan başlayır. Çünki davamlı forma yaranır və təzədən simptomlar bir də gələndə güclü forma ilə gəlir və onu həmin dərmanlar müalicə eləmir. Çünki o davamlı alıb. Ondan biraz güclü dərmanlara keçməlidir. Həkim orada vərəm dərmanlarında var 1-ci sıra, 3-cü sıra, 5-ci sıra. Yəni belə artır dərmanlar. Birdən əgər davamlıq yaranıbsa, 4 dərman içilsə, indi keçəcək 3-cü sıraya və 8 dərman içəcək. 8-də davamlıq yaranırsa, 12 dərman belə gedir. Yəni, bu hər bir dərman da vərəm dərmanı çox zəhərli preparatlardır, həddindən artıq. Yəni vərəmi öldürür, lakin digər orqanlara bütün dərmanlar belə qurulubdur, ziyandır. Ümumiyyətlə dərman anlayışı götürəndə yadınızda saxlayın. İstənilən dərman, hətta vitamin belə zəhərdir. Zəhəri dərmana çevirən onun dozasıdır, düzgün dozasıdır. Əgər dərman dozası həkim düzgün hesablayırsa, o müalicə edir. Yox, əgər siz öz başına dərman alıb içirsinizsə, o məhv edir insanı. Yəni yadınızda saxlayın bunu. Deməli, mənə diqqətlə qulaq asın. Bununla biz təlimimizi yekunlaşdırdıq. Çox sağ ol hər bir gəlib burada iştirak edənlərdən və biz sizin aranızdan 3 nəfər şagird götürdük ki, həmin daha çox kimlər aktiv oldu. Yəni sual-cavabda iştirak edənlər çox oldu. Düzgün cavabları kim verdi? Cavablar daha düzgün olmaq sırasıyla biz götürdük və eyni zamanda daha aktiv kim oldu. Ona görə burada yəni küsməli, inciməli bir şey yoxdur. Biz sual-cavabda fikir verdik ona. Kimin adını çəkəcəm, zəhmət olmasa gəlsin bura bir-bir. Məmmədli Qaratel, təbrik edirəm. Rızayeva Səyalı. Məmmədzadə Nuray. Çox sağ olun, gəldiniz burada iştirak edək. Bizə şərait yaratdınız, gəlib burada iştirak etməyə. Çox gözəl bir təlimimiz keçdi. Məktəbin rəhbərliyinə də təşəkkürümüzü bildiririk. Hər bir gəlib iştirak edən şagirdə, müəlliməyə, hamıya minnətdarlığımızı bildiririk ki, bu cür şərait yaratdınız bizə. Gəldik, biz sizlə bu vacib bir mövzunu burada danışdıq. Çox sağ olun, minnətdarlıq. Biz də öz təşəkkürümüzü bildiririk. Müəllim, şagird, valideyn kollektivi adından biz arzu edirik ki, belə tədbirləri məktəbləri çox tez-tez keçirəsiniz. Çox maarifləndik, çox-çox təşəkkür edirik. Allah sizə can sağlığı versin ki, biz şagirdlərimizi də, valideynləri də unutmursunuz, maarifləndirmə dərsləri keçirirsiniz. İşlərinizə uğurlar arzulayırıq.